Salam uşaqlar. 25 yanvar tarixində OTK-nın 10-cu siniflər üçün keçirdiyi buraxılış suallarının izahına baxarıq. Başlayaq birinci sualdan, yəni 31-ci sualdan. Sıfırdan fərqli A və B həqiqi ədədləri üçün A bölə 2 bərabər B bölə 3 olarsa 2A bölünsün 3B ifadəsinin qiymətini tapın. Tənasübdən 3A bərabər 2B, A buradan bərabər 2K, B bərabər 3K yazsaq və verilənləri gətirib yerinə yazsaq 2A bölə 3B-ni bizdən soruşur. A 2K-dır. Yəni olacaq 2 vuraq 2K bölə 3 vuraq 3K. K-lar ixtisar gedəcək, qalacaq 4 bölə 9. Doğru cavab C. 32. A qram duzu 4 A qram su ilə qarışdırdıqda alınan məhlulun duzluluq faizini tapın. Ümumilikdə faizi tapmaq üçün duzu bölürük ümumi məhlula, vururuq faizini deyirsə 100%-ə. Duz bizdə A qramdır, ümumi isə A üstəgəl 4 A qram, vuraq 100%. A bölək 5A, yəni 1 bölək 5, A-lar ixtisar gedir, vuraq 100%, bu da bizə verəcək 20%. Doğru cavab 32-də C. 33. Düzgün 12 bucaqlının bir xarici bucağını tapın. Xarici bucaqların cəmi 360 dərəcədir. Bir xarici bucağı tapmaq üçün tərəflərin sayına bölürük. 30 dərəcə. Doğru cavab A. 34. A bərabər -7 kök 2 ədədinin tam hissəsini tapın. Buradan 7-ni kök altına salsaq 49 vuraq 2, 98. Bu da bizə təqribən -9 tam nə qədər verəcək? Tam hissəsi -10. 35. Küp parametrinin hansı qiymətində x kvadrat çıxaq 4x əgər q bərabər 0 tənlinin köklərinin fərqi 8 olar. Köklərinin fərqi, yəni x1 çıxaq x2 bərabər 8. Cəm də verilib bizə. x1 üstəgəl x2. Cəm buradadır. Bərabər əks işarə ilə ikinci əmsal. Buradan 2x1 bərabər 12. x1 bərabər 6 alırıq. Eyni zamanda sistemdə yerinə yazsaq x2 bərabər -2 alırıq. Bizdən q vuruğunu soruşur. Q bərabər köklərin hasilinə, yəni x1 vuraq x2-yə da -12. Doğru cavab 35-də Y. 36. A üstəgəl B-nin kvadrat çıxaq 24 bərabər A kvadrat üstəgəl B kvadrat olarsa AB hasilini tapın. Mötərizəni açsaq A kvadrat üstəgəl B kvadrat üstəgəl 2AB çıxaq 24 bərabər A kvadrat üstəgəl B kvadrat. Buradan A kvadrat B kvadratlar islah olunur. 2AB bərabər 24. AB bərabər 12. Doğru cavab 36-da A. 37. Sadələşdirsək surətdə 5 çıxaq x, məxrəci kvadratlar fərqi kimi yazsaq x çıxaq 5, x üstəgəl 5, üstəgəl x üstəgəl 5, surətdə 2x üstəgəl 11. Buradan 5 çıxaq x ilə x çıxaq 5-i ixtisar aparsaq, surətdə qalacaq -1 bölə x üstəgəl 5, üstəgəl x üstəgəl 5-də 2x üstəgəl 11 bərabər. Ortaq məxrəcə gətirsək, x üstəgəl 5 surətdə 2x üstəgəl -1 ilə 11-in cəmi 10. Surətdən 2-ni çıxarsaq mötərizə xaricinə x üstəgəl 5, məxrəcdə x üstəgəl 5. X üstəgəl 5-lər ixtisar olunur. Doğru cavab 2B. 38. İti bucaqlardan biri 30 dərəcə olan düz bucaqlı üç bucağın hipotenuza çəkilən medianın uzunluğu 6-dır. Biz bilirik düz bucaq təpəsindən çəkilən median hipotenuzun yarısıdır. Onda hipotenuz 12 olacaq. Və iti bucaqlardan biri 30 dərəcədir. Onda 30 dərəcəli bucaq qarşıdakı katet hipotenuzun yarısı olacaq. Yəni 12-nin yarısı 6. Digəri 60 dərəcədir.
60'ın qarşısı isə digər katetin kök 3 misli. Bizdən kiçik katetin uzunluğunu soruşur. Yəni 6. Doğru cavab C. 39. A üstə gəl B cəmini soruşur. Bunları toplasaq, mənfi 1/4 vuraq 5 ilə müsbət. Eyni zamanda 6 vur 7'lər, 7 vur 8'lər hamısı islah olunur. Deməli A üstə gəl B qalır 1/3 vuraq 4 üstə gəl. Digərində isə 1/8 vuraq 9. 12'də 1 üstə gəl. Üstə gəl 1/72 bərabər. Ortaq məxrəc 72. 6 üstə gəl 1 7. Deməli doğru cavab D. 40. Kəsişməsi boş çoxluq olan A və B çoxluqları üçün bura A-dır, B. Kəsişmə boş çoxluqdur. Birləşmənin, indi biz bura X desək, bura Y. Bunların birləşməsi olacaq X üstə gəl Y. ENA-da var X, MB-də isə Y element. Bunların nisbəti elə bizə 1 verəcək. Doğru cavab 40'da Y. 41. Akop AB-nin Əbub AB-yə nisbəti. Burada verilən ifadələrdə Akop 2 üstü 7 vuraq 3 üstü 9. Əbub isə 2 üstü 5 3 üstü 7 olacaq. Bərabər. Bunları ixtisar aparsaq 2 üstü 2 vuraq 3 üstü 2. Yəni 36. Doğru cavab D. 42. A sıfırdan kiçikdirsə ifadəsini sadələşdirin. Kvadratla kök gedir. Cüt dərəcədir deyə modulda A üstə gəl. Eyni zamanda bu qüvvətlər hamısı ixtisar gedir. A üstə gəl. 4'lər ixtisar gedəndə cüt dərəcə olduğu üçün modula. Məxrəclə eyni zamanda A üstə gəl modul A üstə gəl A. A sıfırdan kiçik olduğu üçün modul A'dan mənfi A kimi üstə gəl A çıxaq A. Məxrəcdə A çıxaq A üstə gəl A. Surətdə mənfi A müsbət A mənfi A qalır. Məxrəc müsbət A bərabər mənfi 1. Doğru cavab B. 43. AOC bölək BOC 3/2'dir. AOC-yə 3x, BOC-yə 2x desək, onda bunların cəmi, yəni 3x ilə 2x'in cəmi 180. Buradan 5x 180, x bərabər 36 dərəcə olacaq. Bizdən bucaq AOC-ni soruşur. AOC 3x idi. 3'ü 36'ya vursaq 108. Doğru cavab A. 44. Daxilinə çevrə çəkilmiş trapesiyanın orta xəttinin uzunluğu 8 olarsa trapesiyanın perimetrini tapın. Deməli A üstə gəl B bölək 2 bərabər 8. Onda A üstə gəl B buradan alırıq 16. Trapesiyanın daxilinə çevrə çəkilibsə, deməli qarşı bucaqların cəmi bərabər olacaq. Qarşı tərəflərin cəmi bir-birinə bərabər olacaq. Yəni bunun daxilinə əgər çevrə çəkmişiksə, bunları qeyd eləyək burada. Deməli bunların qarşı tərəflərinin cəmi bərabər olacaq. A, burada B. Onda bizdə yan tərəflər də x, bura y olsun. Bərabər yanlı trapesiyadır. Deməli x üstə gəl y bərabər, bu da 16 olacaq. Onda perimetri tapsaq 2 vuraq 16 bərabər 32 olacaq. Bərabər yanlı trapesiyanın daxilinə çevrə çəkmək olur. X, y qeyd eləmişəm. Yəni onun fərqi yoxdur. İkisi də x ola bilər və ikisi də y ola bilər. 45. ABC üçbucağında BD bərabər CD, BD bərabər CD. Deməli bərabər yanlı üçbucaqdır. Bucaq BAC 50 dərəcə, ABD 60 dərəcə. Onda biz buradan BDA-nı tapa bilərik 110-70, qonşusu olacaq 110. Onda bizdən ASB-ni soruşur. Bucaq ASB bərabər
180'dən çıxar bərabər yanlı 3 bucaq olduğu üçün bunlar oturacağı bitişik bucaqlar bərabər olacaq. 110 bölü 2. Bu da bizə verəcək 35 dərəcə. 46. Birinci tənli kvadratlar fərqi kimi sadələşdirsək 5x çıxar 6y, 5x üstəgəl 6y bərabər 60. İkinci tənlinin hər tərəfini 2-yə vursaq 5x üstəgəl 6y bərabər 15. Aparıb birinci tənlikdə əvəzləmədə yerinə yazsaq 5x çıxar 6y, 5x üstəgəl 6y-in yerinə 15 yazsaq bərabər 60. Buradan 5x çıxar 6y bərabər 4. Bizdən də 5x çıxar 6y soruşur. Doğru cavab 4. 47. Qrupda 5 şagirdin boylarının uzunluqlarının ədədi ortası. Deməli 5 şagirdin boylarının cəmini yazıram. Cəmi olacaq 5 vuraq 170. Yəni 850 olacaq 850. Digər. Buradan deyir ki, qrupdan bir şagird ayrılır və ədədi orta qalır burada geridə 4 şagird. 4 şagirdin boylarının cəmi 4 vuraq 171 bərabər. Bu da bizə verəcək 684. Onda ayrılan şagirdin boyu olacaq 850 çıxar 684. Bu da bizə verəcək 166 santimetr. 48. Məxrəcin qoşmasına vursaq kök 5 üstəgəl 2 kök 5 çıxar 2. Surətdə olacaq kök 5 çıxar 2-nin kvadratı. Qoşmasına vurduğumuz üçün üstəgəl 4 kök 5. Məxrəc 1 verəcək. Surəti sadələşdirsək 5 üstəgəl 4 çıxar 4 kök 5. Üstəgəl ifadənin özündə də müsbət 4 kök 5 var. 4 kök 5'lər islah olunur. Doğru cavab 9. 49. Diagonalların sayı 20 olan düzgün çoxbucaqlının bir daxili bucağını tapın. Diagonalların sayı n vuraq n çıxar 3 ilə tapılır. Belə 2 bərabər 20. Buradan n vuraq n çıxar 3 bərabər 40. Buradan n-i mötərizəni açıb kvadrat tənliklə və v terimi ilə də tapa bilərsiniz. Buradan n-i 8 alırıq. Bizdən bir daxili bucağını soruşur. Biz bir xarici bucağını tapaq. Xarici bucağı. Bir xarici bucağı olacaq 360 bölək 8. Bu da verəcək bizə 45. Onda bir daxili bucağı olacaq 180 çıxar 45. Bu da bizə verəcək 135 dərəcə. Doğru cavab 135. 50. Mərkəzi O nöqtəsində olan çevrədə AOB 60 dərəcədir. Bu 60 dərəcə isə AO radiusdur, OB də radiusdur. Təpə bucağı 60 isə bərabər yanlıdır. Deməli, bərabər tərəflidir. Onda AB vətəri də R olur. Perimetr verilib 36. Onda 3R bərabər 36. R bərabər buradan 12 alırıq. Bizdən AMB qövsünün uzunluğunu soruşur. Çevrənin uzunluğunu tapaq. 2 pi R bərabər R12 isə 24 pi. Bizdən ANB qövsünün uzunluğunu soruşur. Bu da çevrənin 60 dərəcədirsə, yəni 60 bölünsün 360. Yəni 6'da 1 hissəsini soruşur. Bərabər 24 pi vuraq 6'da 1. Bu da bizə verəcək 4 pi. Və ya elə qövsün uzunluğu ilə tapa bilərdiniz. L bərabər pi R alfa böl 180 ilə də yazmaq olardı. Deməli, burada doğru cavab 4 pi oldu. 51. Qutuda 4 ədəd sarı. Deməli, sarıların sayı 4. Sonra 5 ədəd qara. Qaraların sayı 5. Bir neçə ədəd ağ. Ağların sayı isə x olsun. Qutuda ağ və qara kürələrin birlikdə sayı. Ağ və qara birlikdə sayı
ağ və qara. Deməli 5 üstəgəl x birlikdə sayı bütün kürələr 9 üstəgəl x-dir. 0-dan %75 hissəsini. 0-dan %75, yəni %75 x-lar aparsaq 3 bölək 4. Bunu sadələşdirsək 20 üstəgəl 4x bərabər 27 üstəgəl 3x. Buradan x bərabər 7 alırıq. Bizdən də ağ kürələrin sayını soruşur. Doğru cavab 7. 52. Həsən maaşının 20%-ni kommunal xərclərə, 25%-ni nəqliyyata, qalan hissəsini isə qidaya və digər ehtiyaclarına xərcləyir. Həsənin qida və digər ehtiyaclarına olan xərci kommunal xərclərindən 560 manat çox olarsa onun aylıq maaşını tapın. Gəlin ümumi maaşı belə yazaq. Aylıq maaşı olsun 100x. 100x qədər maaş alır. Onda kommunala onun 20%-ni, 20% yəni 100 vuraq, 100x vuraq 20 bölək 100 elə bizə 20x verəcək. 25%-ni nəqliyyat 25%, yəni 25x. Qida və digər xərclərə də deməli qalan hissəsini. Ümumi 45x, 100x-dən 45x-i çıxsa qalacaq 55x. Həsənin qida və digər ehtiyaclarına olan xərci, yəni 55x. Kommunal xərc 20x idi. 560 manat çoxdur. Buradan 35x bərabər 560, x bərabər 560-ı 35-ə bölsək 1, 16 alırıq. Bizdə aylıq maaş 100x idi. 100x, x-i 16 yazsaq 1600 manat. Deməli onun aylıq maaşı 1600 manat olub. 53. ABC bərabər yanlı üçbucağının AC oturacağı üzərində götürülmüş K nöqtəsindən AB və BC tərəflərinə uyğun olaraq KD və KY perpendikulyarı çəkilmişdir. DKY 60 dərəcə və KD üstəgəl KY 8 olarsa AC tərəfinin uzunluğunu tapın. Deməli ABC bərabər yanlı üçbucaqdır. Buradan perpendikulyarlar çəkilib. DKY deməli bura 60 dərəcədir. Onda düzbucaqlı üçbucaq olduğu üçün bura 30 dərəcə olacaq. Və DKY-ni verib 60 dərəcə. Bura deyil 60 dərəcə. DKY burada 60 dərəcə. Bunlar hündürlüklər 90-90. Verilən 4 bucaqlıda B təpə bucağı olacaq 120. Bərabər yanlı olduğu üçün buralar olacaq 30. Burada olacaq 30 dərəcə. Onda 30-un qarşısı, gəlin bu AK-ya 2x deyək. 30-un qarşısı olacaq, yəni DK olacaq x. KS-yə 2y desək, 30-un qarşısındakı katet olacaq y. Bizə də şərtdə DK üstəgəl KY 8 verib, yəni x üstəgəl y bərabər 8. Onda buradan bizdən AC-ni soruşur. AC bərabər 2x üstəgəl 2y. Buradan 2-ni mötərizə xaricinə çıxarsaq x üstəgəl y. 2 vuraq 8-ə, yəni 16. Doğru cavab 53-də 16, 54. Venn diaqramında A çoxluğunda x kvadrat üstəgəl bx üstəgəl c, B çoxluğunda isə x kvadrat üstəgəl px üstəgəl q çoxhədlərinin vuruqları verilib. PQ bölək B üstəgəl c ifadəsinin qiymətini tapın. Gəlin A-nı tapaq. A bərabər A çoxluğu verilib. X üstəgəl 1 vuraq x çıxaq 2. Bunu sadələşdirsək x kvadrat çıxaq 2x üstəgəl x çıxaq 2 bərabər x kvadrat çıxaq x çıxaq 2. Onda buradan A çoxluğu bizdə verilmişdi. X kvadrat üstəgəl bx üstəgəl c idi. Onda b-nin yerində b bərabər -1, c bərabər -2 olur. Eyni zamanda B çoxluğunu da yazsaq, x çıxaq 2, x üstəgəl 3. Sadələşdirsək, x kvadrat, bu da bərabərdir. X kvadrat üstəgəl px üstəgəl q.
Sadələşdirsək x kvadrat üstə gəl 3x çıxar 2x çıxar 6. X kvadrat üstə gəl x çıxar 6. Onda buradan p bərabər müsbət 1, q bərabər mənfi 6 alırıq. Bizdən soruşulan pq bölək b üstə gəl c-dir. P vuraq q mənfi 6, b üstə gəl c mənfi, burada verilib mənfi 3. Burada bunu hesablasaq doğru cavab 54'də 2 alarıq. 55. Könül Fatimədən 3 yaş böyükdür. Yazaq Könül Fatimə. Könül Fatimədən 3 yaş böyükdür. Fatiməyə x desək Könül olacaq x üstə gəl 3. Könül 3 il əvvəl, Fatimə isə 3 il sonra olsaydı, əgər Könül 3 il əvvəl olsaydı, onda olacaqdı x üstə gəl 3, əvvəl anadan olsaydı. Fatimə isə sonradan 3 il sonra anadan olsaydı, 3 yaş kiçik olacaqdı. Bu dəfə deyir ki, Könülün yaşı Fatimənin yaşından 2 dəfə çox olardı. Könülün yaşı, yəni x üstə gəl 3, üstə gəl 3. Fatimənin yaşından x çıxar 3-dən 2 dəfə çox olardı. Sadələşdirsək x üstə gəl 6 bərabər 2x çıxar 6. Buradan x bərabər 12. Bizdən Könülün indiki yaşını soruşur. Könülün indiki yaşı. İndiki yaşı x üstə gəl 3'dür. X'i 12 tapmışdıq. Yəni 12 üstə gəl 3 bərabər 15. Video faydalı oldusa abunə olmağı, bəyənməyi unutmayın. Sağ olun.